mərhəmətli və rəhimli Allahın adı ilə. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız. Onlar dedilər, Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz. De ki, əksinə, biz Hənif İbrahimin dinindəyik. O müşriklərdən deyildi. Deyin, biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsa'ya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız ona təslim olanlarıq. Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, eşidəndir, biləndir. De ki, budur Allahın dini. Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız ona ibadət edənlərik. De ki, Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz ona sadiq olanlarıq.